Sumqayıt şəhərində əhalinin sağlamlığının qorunması, sanitariya-gigiyena normalarının təmin olunması və infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə gündəlik olaraq dezinfeksiya və deratizasiya işləri həyata keçirilir. Hazırlanmış xüsusi qrafikə əsasən şəhər ərazisində bütün çoxmərtəbəli yaşayış binalarında, park və xiyabanlarda, eləcə də ictimai yaşayış obyektlərində mütəmadi şəkildə profilaktik tədbirlər görülür. Bu tədbirlər çərçivəsində həşəratların, xəstəlik törədici mikroorqanizmlərin, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin yayılmasının qarşısının alınmasına xidmət edən xüsusi kimyəvi məhlullarla dezinfeksiya və deratizasiya işləri aparılır. Dezinfeksiya və deratizasiya prosesi şəhər rəhbərliyinin nəzarəti altında həyata keçirilir və aidiyyatı qurumların əməkdaşları tərəfindən peşəkar şəkildə olunur. Həm yaşayış binalarının zirzəmilərində, pilləkən qəfəslərində, blokların giriş hissələrində, həm də park və istirahət məkanlarında, uşaq meydançalarında və ictimai yerlərdə bu tədbirlər xüsusi intensiv şəkildə həyata keçirilir. Bununla yanaşı şəhərdə fəaliyyət göstərən restoran, kafe və digər iaşə obyektləri də nəzarətə götürülüb və həmin obyektlərdə də dezinfeksiya işləri aparılır. Bu obyektlərdə təmizliyə və gigiyenik normalara riayət olunması ilə bağlı sahibkarlara müvafiq tövsiyələr verilir. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qarşıdakı həftələrdə də bu tədbirlər davam etdiriləcək və proses mütəmadi şəkildə nəzarətdə saxlanılacaq. Profilaktik tədbirlərin fasiləsiz olaraq davam etdirilməsi həm şəhər əhalisinin sağlamlığına, həm də ümumi sanitar vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Qeyd edək ki, bu cür tədbirlərin həyata keçirilməsi Sumqayıtda təhlükəsiz və sağlam mühitin formalaşmasına imkan yaradır. Rəsmilər şəhər sakinlərinə də müraciət edərək şəxsi gigiyena qaydalarına əməl etməyə, tullantıların düzgün idarə olunmasına diqqət yetirməyə və ümumi təmizliyə töhfə verməyə çağırır. Şəmlistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.